Salam, hörmətli müdavimlər. Bu videoda sınaq 1, yenilik olan sınağın izahına baxacağıq. Həmçinin bir yerdə müzakirəli şəkildə sualların cavablarını tapacağıq. Deməli, başlayaq birinci sualdan. Deyir, müəllim şagirdlərini Vətən müharibəsində iştirak etmiş qazilərin görüşünə aparır. Məqsəd Vətən müharibəsində iştirak etmiş qazilərimizi, onların göstərdiyi igidlik və şücaəti şagirdləri tanıtmaqdır. Bu fəaliyyət şagirdlərdə hansı səriştənin formalaşmasına və hansı pedaqoji prosesin tələblərinin reallaşmasına xidmət edir. Gəlin heç variantlara baxmamışdan öncə hansı pedaqoji tələb olduğunu tapaq. Fikir verin, burada Vətən müharibəsində iştirak etmiş qazilərlə görüşdürür. Onlarda vətənpərvərlik ruhunu aşılayır, milli mənəvi dəyərlər aşılamaq, vətənpərvərlik hissini aşılamaq hansı pedaqoji tələbdə idi? Hətta variantlar üçün stimullaşdırmada yox idi. Şəxsiyyət yönümlülükdə var idi, şagird yönümlülükdə yoxdur, inkişaf yönümlülükdə yoxdur. Deməli, cavabımız ya A variantıdır, ya da B variantı. Yəni, sürətli variant tapmağın yolları. Daha sonra həmçinin baxın, burada deyir ki, yəni igidlikdən, şücaətdən danışır, qazilərinə görüşə aparırsa, deməli, müəllim şagirddə hansı bacarıq səriştəni formalaşdırır? Fəal vətən, yəni hər bir uşağın bir fəal vətəndaşlıq mövqeyi olsun. Düzgün cavab oldu Y variantı. B niyə olsun ki, burada ünsiyyətdən söhbət getmir ki, vətənpərvərlik ruhunu aşılamaqdan gedir. Düzgün cavab oldu Y variantı. 2-yə baxırıq. Cavad müəllim işdə konfliktləri düzgün idarə edirsə, bu situasiyaya görə Qolmanın emosional zəkanın hansı komponentinə uyğundur? Baxın, Cavad müəllim işdə, komandada, kollektivdə, hər hansı bir ortamda konfliktləri düzgün idarə edir. Nə ilə idarə edirlər? Danışaraq, ünsiyyətlə, kütləni inandıraraq və s. Bu hansı komponentə aiddir? Bəli, bu münasibətlərin idarə olunmasına aiddir. Düzgün cavab oldu B variantı. Bir var özümü idarə edeyim, bir də var işdə hər hansı bir konflikt olanda həmin konfliktləri düzgün şəkildə, deməli, məndə münasibətlərin idarə edilməsi bacarığı var. Sonra üçüncü suala baxırıq. Hansı variantda diferensial təlimin komponentlərinin izahında uyğunluq gözlənilib? Gəlin düz olan variantı axtarmalıyıq. Maddi texniki təminatın olması. Məzmun komponenti nə idi? Yəni, məzmun şagirdlərə nə öyrədilir? Onun hətta dedi ki, Bloom'un idrak taksonomiyasına uyğun olaraq asan, çətin, orta, hər səviyyə uyğun məzmunu hazırlamalıydıq. Bu səhvdir. A-nı çıxırıq. Tapşırıqlar bu dəqiqə dedi ki, Bloom'un idrak taksonomiyasına uyğun olması prosesdə deyildi, məzmun komponentində idi. Bu da səhvdir. Bizə düz cavab lazımdır. Oxu materialları vizual və sözlərlə öyrənənlərə uyğun seçilməsi. Əyəni öyrənirsiniz, vizual öyrənirsiniz və s. öyrənmə tərzlərini nəzərə almaq da proses komponentinə aiddir. Düzgün cavab oldu C variantı. Baxın, vizual sözlə öyrənmə tərzi nəzərə alınması proses komponentinə aiddir. Düzgün cavab oldu C variantı. Daha sonra digər variantlarda çıxa bilərik. Kinestetik öyrənənin mətni səhnələşdirilməsi. Bunlar artıq öyrənib nəticəni istəklərinə uyğun səhnələşdir. Bu nəticədə olardı. Qiymətləndirmədə niyə olsun ki? Sonuncu da summativdən yazıb. Summativ deyirsə, bu qiymətləndirmədir. Məzmunda niyə olsun? Y variantı da yanlış. Düzgün cavab oldu C variantı. Sonra 4-ə baxırıq. Şagird dərsə hazırlıqsız gəldiyi üçün müəllim onun şəklini günün aktiv şagirdlər siyahısından çıxardır. Variantlara baxmadan hərəkət edir. Şagird dərsə hazırlıqsız gəlib. Bu uşağa biz gücləndirmə verək, yoxsa cəza verək? Təbii ki, nə verməliyik? Bəli, cəza verməliyik. Çünki hazırlıqsız gəlibsə, yaxşı iş görməyib. Müəllim həmin şagirdin şəklini siyahıdan çıxarır. Asılmışdı aktiv şagirdlərin siyahısı. Amma oradan mən onu çıxardıramsa, bu cəzanın nəyinə aiddir? Cəzanın negativinə aiddir. Bəli, negativ cəza. Negativ cəza 4-də hardadır? D variantında. Düzgün cavab oldu D variantı. 5-ci suala baxırıq. Daniel Golemanın emosional intellekt nəzəriyyəsində özünü dərk nədir? Bəndlərə baxmadan gəlin sizinlə bir yerdə sual cavab edək. Özünü dərk nə idi? Hissləri tanımaq, hisslərimdən agah olmaq, zəif güclü tərəflərimi bilmək. Yəni, öz hisslərim haqqında bir sözlə məlumatlı olmaqdır. Gəlin, elə bir variant axtaraq. Hisslərini idarə etmək. Bu, idarə etmək olursa, idarə etmək olardı. Niyə özünü dərk olsun ki? A səhvdir. Hədəfə doğru irəliləmək. Hədəfə doğru irəliləmək, həvəsdən düşməmək və s. Bu, yəni, öz hisslərdən getmir. Mən hədəfə doğru addım atıram. Bu da səhvdir. Bizə özünün dərk komponenti lazımdır. Öz hisslərindən xəbərdar olmaq, öz hisslərindən agah olmaq, nəyi bilib bilmədiyini, yəni öz zəif və güclü tərəflərini bilirəmsə, onun fərqinə varıramsa, deməli özümü dərk edirəm. Elə düzgün cavab oldu C variantı.
Daha sonra başqalarının hisslərindən agah olmaq, xəbərdar olmaq, yeni niyə götürmədi? Burada hisslərdən bu başqalarının hisslərindən gedirsə, bu sosial məlumatlıq empatiyaya aiddir. Ona görə düzgün cavab oldu C variantı. Daha sonra 6-ya baxırıq. Təhsil verənin vəzifəsinə aid olanı seçin. Yəni müəllimlərin vəzifəsi. Mütləq müəllim bunu eləməlidir. Təhsil proqramının mənimsənilməsini təmin etmək. Bu vəzifədir. Yəni proqramda nə yazıbsa onu keçmək müəllimin vəzifəsidir. Digərlərinə də baxaq. Yəni düzgün cavabımız A-dır, amma digərlərinə də baxaq. Daha sonra akademik və inzibati vəzifəsinə adət olmaq şərti ilə məsləhətçi və hər hansı bir vəzifə tutmaq. Müəllimin nə idi? Hüququdur. Yeni ixtisas almaq, ixtisas artırmaq vəzifədir, amma yeni ixtisas hüquqdur. Mükafatlandırılmaq, tərtib olunmaq. Fikir verin D variantının sonu. Mükafatlandırılmaq və tərtib olunmaq hüququmdur. Tədrisin formasının, metodlarını sərbəst şəkildə seçmək, bu da mənim hüququmdur. Düzgün cavab oldu A variantı. Sonra 7-yə baxırıq. Deyir, xumar qrup müzakirələrində aktiv şəkildə qoşulur. Bu situasiyada emosional taksonomiyanın hansı mərhələsinə uyğundur? Sinifdə müzakirə olur, şagird əlini qaldırır, cavab verir. Müəllim, olar bir cavab mən də verim. Yəni müzakirədə aktiv iştirak edirsə, yəni xumar nə edir? Cavab verir. Bəli, düzgün cavab oldu, cavab vermə. B variantı. 8-ə baxırıq. Sevinç tullantı materiallarından səmərəli istifadə edərək əşya hazırladı. Tutaq ki, hər hansı bir kağızlardan tullantı materialı istifadə bir əşya hazırladı. Müxtəlif hissələr birləşdirərək nəsə ərsəyə gətirirəm. Yəni hazırlayıram hansı mərhələ idi? Psixomotorda. Bəli, artikulyasiya mərhələsi. Düzgün cavab oldu Y variantı. 9-a baxırıq. Zehni inkişafın hansı mərhələsində uşaqlar məhdud təcrübə əsasında, o hansı mərhələ idi ki, məhdud təcrübələr əsasında məntiqsiz ümumiləşdirirdilər. Nə gəldi ümumiləşdirirdi bu uşaqlar həmişə. Hansı mərhələ idi? Bəli, ilkin əməli mərhələsində, ikinci mərhələ Piagetdə. Sonra ona baxırıq. Siqaret çəkmək məsləhət görülmür. Çünki sağlamlığa ziyandır. Şagird də qayıdıbdır ki, mən siqaret çəkmirəm, çünki həyatımı sağlam yaşamaq istəyirəm. Baxın, burada əgər cümlənin sonu belə davam eləsəydi, mən siqaret çəkmirəm, çünki sağlamlığıma ziyandır desəydi, onda A variantını götürə biləriz. Aranızda A variantı götürənləriniz də var, bilirəm. Sirkulyar arqument xətası olardı. Çünki təkrarçılıq, amma bu şərtdə təkrarçılıq yoxdur. Siqaret çəkmək məsləhət görülmür, sağlamlığa ziyandır. Şagird eyni cümləni təkrarladı mı? Xeyr, deyir, mən siqaret çəkmərəm, çünki həyatımı sağlam yaşamaq istəyirəm. Burada ümumiyyətlə xəta yoxdur bu sualda. Bu sualda baxın D variantı əsaslı mühakimədir və məntiq xətası yoxdur. Yəni fikrimi əsaslandırdım ki, mən niyə siqaret çəkmirəm? Çünki həyatımı sağlam yaşamaq istəyirəm. Yəni eyni cümlə təkrarlansaydı sirkulyar olardı. Amma uşaq burada fərqli bir fikir səsləndirdi. Ona görə düzgün cavab oldu 10-cu sualda D variantı. Sonra 11-ə baxırıq. Ekskursiya zamanı müəllim şagirdlərdən bir neçəsinə havanın rütubətliyini, temperaturunu, təzyiqini və küləyin istiqamətini ölçməyi tapşırır. Yəni, mən bunları coğrafiya dərsində öyrətmişəm ki, temperatur necə ölçürlər, təzyiqi, küləyin istiqaməti və s. İndi onu nə etmədilər? Həyata keçirmədilər, yerinə yetirmədilər. Yəni ki, nə etmədilər? Bəli, tətbiq etməlidir. Düzgün cavab olduğu C variantı. 12-yə baxırıq. Şagird müxtəlif kreativ ideyaları bir yerə gətirmək və problemi həll yollarını tapmaq istəyir. Bunun üçün hansı üsuldan istifadə edir? Müxtəlif yaradıcı ideyaların bir araya gətirilməsi və bölüşülməsi baxımından faydalı üsul idi. Hansı idi o? Kreativ, hətta bu dərs izləyəndə bu sualın yanında niyə də qoymuşdum bu cümlə yanında? Bəli, əqli hücum və yaxud da beyin həmləsi üsulu. Düzgün cavab oldu Y variantı. Hətta sınavın izah videosuna baxa-baxa özünüz üçün konspekt dəftərində müəyyən yaddan çıxan məqamları varsa belə qeyd götürə bilərsiniz. 12-də düzgün cavab oldu Y variantı. 13-ə baxırıq. Əgər şagird verilmiş sadə cümləni morfoloji təhlil edəcəyini bilirsə, yəni cümlə vermişəm, şagird bilir ki, cümləni necə təhlil edir. Birinci mübtədanı tapırlar, xəbəri, təyin, tamamlıq, yəni onun ardıcıllığını bilir. Eləməsəm belə, eləsəm, hə, proseduraldır. Eləməsəm, sadəcə yolunu bilmək belə nəyə aiddir? Bəli, yolunu bilmək belə prosedural bilikdir. Çünki prosedural bilikdə həmişə tətbiq olunmur da, tətbiq olunmaya da bilər. Düzgün cavab oldu A variantı. Sonra baxırıq 14-cü suala. Hər hansı bir problemi həll etmək üçün yeni yolların tapılmasına xidmət edir. Bu kreativ düşüncə. Baxın, şərtdə yazılıbda yeni yolların tapılması. Bayaq dedik ki, hətta bayaq üsullar deyəndə qeyd elədiyi müxtəlif yeni kreativ ideyaların tapılması hansı üsuldaydı o? Beyin həmləsi üsulunda.
Sual sadəcə biraz dəyişdirilmiş versiya qoyublar. Sual belə baxanda eyni sualdır. Yeni yollar, kreativ yollar deyirsə, bu belə beyin həmləsinə aiddir. Sonra 15-ə baxırıq. 15-də yazılıb ki, layihə əsaslı öyrənməyə aid yanlış fikri tapın deyir. Səhv olan fikri tapmalıyıq. Layihələr qrafiklər şəklində təqdim olunur. Bu düzdür. Layihənin hazırlanandan sonra mütləq təqdimat olunurdu. Qrafiklər və s. digər şəkillərdə təqdimat olunurdu. Bu düzdür. Proses zamanı yeni bilik, bəli, iş gedə-gedə proses zamanı yeni biliklər əldə edirik. Layihə mövzusunu hardan götürürdük? Real həyatdan götürürdük. Bu da düzdür. Layihə əsaslı öyrənmə qiymətləndirmə vasitəsi kimi istifadə oluna bilməz, səhv fikirdir. Hətta bunu da izah edənə demişdim ki, layihə əsaslı öyrənməni qiymətləndirmə vasitəsi kimi istifadə etmək olar. Ola bilməz yazıldığı üçün yanlış cavab oldu D variantı. Layihə əsaslı öyrənmə fənlər arası indi. Bəli, mən bir çox fənləri bilməliyəm ki, mən onu hazırlayım. Bu da düzdür, amma götürmürük. 15-ci düzgün cavab oldu D variantı. 16-ya baxırıq. Robert Ganiyə görə öyrənmənin daxili şərtlərinə aid deyil. Daxili, yəni mənim götürümüm, potensialım, mənim istedadım, qavramam hamısı daxiliyə aiddir. İndi aid olmasındır. Potensial aiddir. Mən istedadlıyam ya deyiləm. Bu da ora aiddir. Müəllim faktoru necə daxil ola bilər ki? Müəllim faktoru xarici aiddir də, xarici faktordur. Düzgün cavab oldu C variantı. Şagirdin qavraması, şagirdin bilik, hansı nə qədər bilik bacarığa sahibdir, bunlar daxili faktora aiddir. 16-da düzgün cavab oldu C variantı. 17-yə baxırıq. Situasiya müxtəlif nöqteyi nəzərdən dəyərləndirilməsi. Tapşırıq deyir, Gartnerin hansı intellekt tipinə uyğundur? Situasiya müxtəlif nöqteyi nəzərdən dəyərləndirmək, yəni ölçmək, biçmək, dəyərləndirmək, qiymətləndirmək, sübut etmək və s. Hansı Gartnerin hansı intellekt tipinə uyğun gələ bilər? Bəli, bunu eləmək üçün nə lazım? Məntiqim olmalıdır ki, mən bunları eləyim. Məntiqi, riyazi, intellekt tipi. Düzgün variant oldu, Y variantı. 18-ə baxırıq. 2 və daha artıq hadisə, anlayış, sistem arasında oxşarlıqların müəyyənləşdirilməsi məntiqi təfəkkürün hansı düşünmə formasına uyğun gəlir? Baxın, o harda demişdi ki, iki fərqli hadisə, anlayışlar arasında oxşarlıq, eynilik tapmağa çalışıram. Hansı düşünmə formasındaydı o? Hətta bu düşünmə formasının qarşısına belə qeyd eləmişdik bu cümləni. Bəli, analoji düşünmə, oxşarlıq, eynilik tapmağa çalışıram. Analoji. Sonra 19-a baxırıq. İngilis dili müəllimi sözlər deyir. Şagirdlərə sözlərin mənasını sözlə deyil, hərəkətlə izah etmək. Müəllim söz deyir və şagirdlərə deyir ki, həmin sözləri hərəkətlərlə izah edin. Bu situasiyada hansı təlim modelinə uyğundur? Uşaqlar daha çox, ümumiyyətlə hərəkət varsa bu kinestetikdir. Hərəkətlərlə öyrənirəmsə bu kinestetikadır. Kinestetik. Düzgün cavab oldu A variantı. 20-yə baxırıq. Fən kurikulumun təlim strategiyalarına aid deyil. Yəni strategiya versiyasında nə deməkdir? Bugünkü dərsdə hansı strategiyadan istifadə edəcəm? Hansı forma, hansı üsuldan istifadə edəcəm? Planımı necə quracam və s. Bunların hər biri hardadır? Strategiyada. Yəni necə keçirəcəm dərsimi? Ora aid olmasın deyir. Baxın, forma aiddir, üsul aiddir, dərsimi necə planlaşdıracam, məzmun standartının şərhi aiddir. Amma məzmun elə məzmuna aid olar da belə baxanda. Strategiya niyə aid olsun ki? Strategiya dərsimi necə quracam deməkdir. Necə quracam? Məzmun odur ki, nə öyrənirəm? Bugün dərsi nə öyrənirəm? Məsələn, ismi öyrənirəm. O ismi necə keçirəm? O necə keçmək strategiya deməkdir. Hansı forma, hansı üsul, planımı necə quracam, eyni zamanda məzmun standartının şərhi. Yəni hansı məzmun standartından istifadə edəcəm, onun şərhi strategiya hissəsində qeyd olunur. Düzgün cavab oldu 20-də D variantı. Deməli, sınaq bir yenilik olan izaha baxdıq. İnşallah ümid edirəm ki, hər biriniz üçün faydalı izah oldu.